Madde bize X verip tam disosiyasına ayrılan iyon sayı anyonu A verip katyonu 2A. Yani burada demək istəyir ki, katyonlar anyonlardan 2 dəfə çoxdur. Məsələn, bax, A variantında kalsium sulfatın disosiyasından kalsium 2 müsbət, SO4 2 mənfi. Burada 1'in 1'ədir. Yəni 2 dəfə çox deyil. Dəmir 2 xlorid. Buradan disosiyasından dəmir 2 müsbət, 2 xlor mənfi. Burada anion 2 dəfə çoxdur. Bizdə katyon olsun deyir. Bu da olmadı. Natrium sulfatın disosiyası 2 natrium müsbət üstə gəl. SO4 2 mənfi. Burada 2 dənə natriumdur, bir dənə də yəni müsbətdir, bir dənə də SO4 2 mənfi iyonu var. 2 dəfə çoxdur. Cavabımız C variantı. Burada bir kalium, bir xlor bir-birinə bərabərdir. Argentumla NH1-1-dir, bir-birinə bərabərdir.